Dərsə gedirəm, cavab verirəm. Oxumağı mən çox sevirəm. Dərsə gedirəm, cavab verirəm. Oxumağı mən çox sevirəm. 1, 2, 3, 4, 5 qiymətlərim 5. 1, 2, 3, 4, 5 qiymətlərim 5. Çoxlu oxudum, əlaçı oldum. Ata-anamın fərəhi oldum. Ana dilini mən çox sevirəm. Vurma cədvəlin əzbər bilirəm. Ana dilini mən çox sevirəm. Vurma cədvəlin əzbər bilirəm. 1, 2, 3, 4, 5 qiymətlərim 5. 1, 2, 3, 4, 5 qiymətlərim 5. Çoxlu oxudum, əlaçı oldum. Ata-anamın fərəhi oldum. Tənbəlləri bil, heç xoşlamıram. Müəllimimdən mən 5 alıram. Tənbəlləri bil, heç xoşlamıram. Müəllimimdən mən 5 alıram. 1, 2, 3, 4, 5 qiymətlərim 5. 1, 2, 3, 4, 5 qiymətlərim 5. Çoxlu oxudum, əlaçı oldum. Ata-anamın fərəhi oldum.
Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Mətbuatı adlı tədbirimizdə sizləri xoş gördük. Tədbirimizi açıq elan edirik və çıxış üçün sözü məktəbimizin direktoru Behlivan xanıma veririk. Buyurun. Əvvəla bütün tədbir iştirakçılarını salamlayıram. Dəvətimizi qəbul edib gəldiyinə görə bütün qonaqlarımıza öz təşəkkürümü bildirirəm. Vaxt məhdudiyyətini nəzərə alaraq qonaqlarımız bu tədbirdən başqa tədbirə gedəcəklər. Ona görə birbaşa tədbirimizə keçid edirik. Şiirlər, mahnı və səhnəciklərlə həm də birlik bayramımızı qeyd edəcək. Başlayaq dostlar. Göydə ulduz kimi sayrışan nəvəm, ailədir, haralardasan, ay mənim şirin nəvəm, səsimə səs ver. Salam nənə, Lətif hardadır? Salam Beyza nəvəm, ay balam, bilmirəm ki bayaqdan gedəndir. Son zamanlarda otağına girib, neyləsə məşğuldur. Elə hey səsi gəlir. Mütləq diyətimi yığacaqam. Sağ ol nənə, orada mən gedim onu axtarım. Salam, siz də Lətifi görməmisiniz? Görürsən bu yana hara gedib, gedim onu axtarım. Hey!
ötərəm. Mən də polis meycan, hər zaman qayda qaynından keşiyində duranam. Mən də həkim Nilayam, xəstələrin sağlamlığının qayğısına qalanam. Mən də başlaşmaz duranam, dadlı yeməklərimlə süfrələrimi vəziyələm. Mən də köməkçi olmalım. Dostlar, sizin hər birinizin əvəz olunmaz, məsuliyyətli peşəniz vardır. Yəqin ki, Lətiflə sizlər də səyahətə çıxacaqsınız. Bizlərin səyahətə çıxmağa hər zaman yanında olmağa hazır. Azəqə, bəs məni yaddan çıxartdın. Qoyuldu, mən özümü təqdim edim. Mən bütün ətrafdakı gözəlliklərin əbədiləşdirən rəssam Hüseynəm. Qaçın, digər peşələrə çatın. Lətiflə səyahət Hərflərdən savayı öyrənmişik. Şair hesablamaq üçün rəqəmlər öyrənmişik. 1, 2, 3, 4, 5-i, 6, 7, 8-i, 9-u həm də 10-u. Biz əzbər öyrənmişik. Xərizə, indi riyaziyyata aid 2 tapmaca deyəcək. Görək hansı rəqəm daha çox sevilir? Hamı rəqəmli istəyir, bilir zaman baharım.
Baxın, baxın uşaqlar, qiymətlərin şahıyam. Kim yaxşı oxuyursa dəftərində mən varam. 5. Əyrin ülkə yastıyam, tənbəllərin dostuyam. Gündə üstü yükəmən, tapın görə kiməm mən. 2. Niyə içi haqqında ancaq belə deyirsiniz? Bir də buna qulaq asın. Vardır içi gözümüz, içi də qulağımız, içi valideynimiz. İçi gözəl sözümüz, ana və vətənimiz. Elə ki babalar gəlir dünyaya, o gündən həyatı bitir analar. Mahnı da oxuyur, şeir də deyir, bəstəkar analar, şair analar. Dözür hər əzaba, o bilə-bilə, yaşayır sirrini salmadan dilə. Vaxt olub qaldırıb ağını belə, şərbət əvəzini içir analar. Unudu billərin yorğunluğunu, həyatda dizdi evdə yoxunu, sevincin ağını, qəmin çoxunu, yükün ağıllığını seçir analar. Hər qarışıyor, hər torpaqlı, hər daşı, özündə əzizdir mənə vətənin, firavan günləri, hər bir xoş anı, qoy gəlsin həmişə önə vətənin. Ey vətən, torpağın əzizdir mənə, mən səndən tanmışam saadətimi, könlümdən mahnılar qoşmuşam sənə, çevrilib bayrağa məhəbbətimi.
canımsan, ey ana yurdum, içdi qoynunda mən yuva qurdum. Ana yurdum qucağında boy atırıq azadca, bəslər bizi, səslər bizi, xoş günlərə bu vətən. Sana birədə, nə yaxşı formanı geyimsən, əlindəki bu şəkli də kimdir? Bu mənim babamın şəklidir. Birinci Qarabağ müharibəsində itkin düşüb, kəşk o da mənim bu bayramımda iştirak edərdi. Elə babamla bütün şəhidlərimizlə də fəxr edirəm. Ədəb deyirlər də, biz həmişə bütün şəhidlərimizi ehtiramla yad eləməli, onlarla fəxr etməliyik. Onlar bugün bizim azad yaşamağımız üçün canlarından gedirlər. Düşmən qarşısında dağ təş dayanıb, qəndlərdən zəfərə ümid oldular. Vətən torpağını qanla yoğurub, əmanət qoyaraq şəhid oldular. Vətəni val edən şəhidlərin qəbirlərdə o düzdən bir sancımızdır. Dastan yazı bizə, cidlərimiz öbidi baş tacımızdır. Əndəki buxarı bülbül lap yerinə düşdü. Elə biz də indi şəhidlərimizi anırdıq. Əndəki buxarı bülbül azadlığımızın, zəfərimizin simvoludur. Fidan vaxtı ilə rəvayətlərdəki bayatılarda deyilərdi. Vətən bağı al-əlvandır, yox üstündə xarı bülbül. Bu xarı bülbül həmin xarı bülbüldür ki, o zaman həsrət simvolu idi. Bu xarı bülbül artıq düşməndən azad olmuş Şuşada, Cıdır düzündə bitir və hər biri də şəhidlərimizin, qazilərimizin igidlik simvoludur. Və xarı bülbül də rəqslərdə, mahnılarda, tədbirlərin bəzəyinə çevrilir. Ayrılışmıştık, geldik cennet
səmada hələ çox uçacaqdır. Allah yaxşı oldu, bura meşənin dərinliyidir. Mən bu ağacı kəssəm, eşim qədər çıxmaz, baltanın səsini işdən olmaz. Kəsməmə qayalısı, mənim çoxluğumda balaca quş balaları var. Hələ böyüməyiblər, budaqlarımla kölgəyə salırlar. Meşəyə gələnlər gövdəmin altında dincəlirlər. Meyvələrimdən dərib yeyirlər. Kəsmə məni, dayan, sən də meyvələrimə qonaq ol. Hə, dadlı meyvəm var, yaxşılığında mən getirəm, almaya görə çox. Uçaklar bir kaygısız kepenekli, çiçeklerin yüreğinde seneşin bir dilekli, bir dilekli. Gülerse uçan kaçan bir kaygısız kepenekli, çiçeklerin yüreğinde seneşin dilekli. Soranı yüksekten alınca ben ölür olsam, kaçtım sen dalınca ben dalınca. Bu gülün rəngində seçilmir. Qoy elə burada sakitcə gəzəyim. Oğlan da çıxıb getsin. Axı mən niyə olur? Mənim ona nə ziyanım var? Şans bu kəpənək tutardım. Görüm həqiqətən ömrü qısadır. Gözdən itirdim, gedim axtarım. Deyəsən o uçunun fikrini yayındıra, yuvamda
çəkdir dədə. Onlar yaxa dəyməsinə heç vaxt izin vermərəm. Torpağa əkib bəzərməyəcəksən, qorumağa dəyməz. Qorumayacaqsan, əkib bəzərməyə dəyməz. İşiniz alan, torpağınız bərəkətli olsun. Salamat qalın. Salam baba, burada niyə oturmuşsan, kimi gözləyirsən? Salam, ay bala, sən kimsən? Mən Əsmən, 1-ci sinifdə oxuyuram. Hə, lap yaxşı, mən də bu yol arzucunda dayanıb, gəlib keçən nəsillərə, əsrlərin, qərinələrin sirrini açıram. Ay baba, mənim xəyal gəmim var. Mən bu gəmirlə Biliklər ölkəsinə gedirəm. Ay baba, onların ulusu baba, gəl mənimlə Biliklər ölkəsinə gedək. Sənin məsləhətlərinə çox ehtiyacım vardır. Yox, ailətim, mən səninlə gələ bilmərəm. Amma sənə bu kitabı verərəm. Bu kitab sənin bütün çətinliklərinin öhdəsindən gəlməyə kömək edəcək. Çox sağ ol ay baba. Dil atamdı ilk dəfə ana söyləyirik biz. Ana dili adlanır bizim ilk dərsimiz, ilk mahnımız. Laylanı anamız öz südü ilə içirir. Ruhumuza bu dillə gülə-gülə. Ana dilim bal kimi tatışmaqdan doymuram. Mən onu neçədi içində qoruyuram. Anamın laylasıyla mən boyatıb böyüdüm. Onun şirin diliyle fərəhlənib öyündüm. Takiplərimizin ifasında Dəniz Mehmet Zadənin ana dili fəaliyyatının əsasında hazırladıkları səhnəciyə baxar. Hərdən mənim xəyalıma bir belə şey gəlir. Mən universitet, yəni Darülfünundan tezə qurtarıb vətənimizə gələn günü şəhərimizin qazısı Axund Molla Səbzəli gəldi bizim evə. Mənim görüşümə evimizdə heç kəs yox idi. Anamdan savayı. Bu övrət də çıxdı Brotaba və biz Qazi ilə başladıq söhbəti. Deməklə yazıq anam da qapının dalında durub qulaq asırdı. Qazi içəri girən kimi mən yeridim və dedim salam mələk. Cənab Axund mənə cavab verdi. Ay, salam aleykum, Abda Hafiz, əhval-ı şərif, ədansarı lətif, maşallah, maşallah. Əxəlizadə, necə müddətdir, müntəzirik, zidudidir və müştaqi, idir. İnşallah, Zat-ı Analizin məcazı mübarəkləri sahibindir. Mən bir şey başa düşməyib dedim də, Cənab Axund bir qədər baxdı mənim üzümə və gənə başladı. Əxəlizadə, təqsiri, filuzuzu, əncama yetiribsiz, ya dübarə, təkmili, nöqsan üçün darulibə ədrət etməlisiniz. Mən gənə bir şey başa düşməyib dedim ki, Cənab Axund yaxşı panimat eləmirəm ki, nə ərz edirsiniz? Axund dedi. Necə? Mən dedim, stop, söhbətimiz bu cür qutardı. Axund başmaqlarını geyinib çıxdı, getdi. Anam içəri girdi və mənə dedi. Balam, mollayla nə dil danışırdınız ki, mən heç başa düşmədim. Dedim, ana biz mollayla ana dili danışırdıq. Anam
olmalıyıq. Mən aşiq dilim dilim, qolun kəs dilim dilim, öz dilimdən dönmərəm, doğransan dilim dilim. Şaxtaqdan söz istəyirəm, çatsın hay harayım dinləyənlərə. Mən nankör deyiləm, nacis deyiləm, öz ana dilini bilməyənlərə. Övlad ki yaxlaşdı, dərd böyük olur, çəkdi xəcalət ömürlük olur. Vicdanda, qeyrətdə artır
Artıq tədbirimiz başa çatmaq üzrədir. Növbəti tədbirlərdə görüşənədək. Çox hörmətli, əziz qonaqlarımız, əziz anamız, çox hörmətli Mehriban xanım, müşavir müəllim və müəllimlər, şagirdlər, valideynlər, hər kəsi salamlayıram. Bu gözəl gündə, yəni bu il biz bilirik ki, Konstitusiya Söyləyini ili çərçivəsində birinci siniflər bağlı bizim ana dilimiz, əlifbamız adlı bir tədbirdə hər kəsi xoş gördüm, hər kəsi salamlayıram. Həqiqətən gözəl tədbir idi. Demək olar ki, mən keçən ildə müəllimənin biz keçən ildə tədbirində olduq. O qədər möhtəşəm hazırlamışdı müəllimə, o qədər xoş gəldi bizə. Həqiqətən ürəkdən, həqiqətən müəllimlik peşəsini sevən müəllim belə olar. Biz müəllimlərimizlə, belə müəllimlərimizlə xatırlayırıq. İnan ki, Mehriban müəllimə deyirəm ki, biz neçə ildən biz təhsildəyik, həqiqətən digah məktəbi xeyli irəliləyiş var digah məktəbində.
hər tərəfli deyirəm, həqiqi mənada. İstəyir müəllimlərindən, istəyir şagirdlərindən. Həm uşaqlar o qədər gözəlləşib, bilmirəm nədəndir, sözdən də nədənsə uşaqlar çox gözəl olub. Həm də uşaqların fəaliyyəti, uşaqların necə deyirlər, aktyorluq bu qız, inan ki, vuruldum bu qıza, Allah qorusun bu qızı. O qədər aktiv idi, o qədər hamısı aktiv idi. Hər bir kəs uşaqların, yəni diksiyasında heç kəs çaşmadı, hər kəs çox gözəl öz fikirlərini ifa elədi. Hər kəsə minnətdaram. Əziz valideynlər, sizə təşəkkür edirəm ki, həqiqətən uşaqlarla işləmisiniz. Müəllimlərə, valideynlərə, hər kəs öz minnətdarlığımızı bildiririk. Sağ olun, var olun. Çox xoş oldu, həqiqətən çox xoş oldu. Hörmətli valideynlər, mən də sizləri təbrik edirəm. Eyni zamanda pedaqoji kollektivi təbrik edirəm. Bayaqdan Könül xanım demişkən, uşaqlara, bizim balalarımıza diqqətlə izləyirik və 5 il geri qayıtdım. 20-ci ilin may ayının axırlarında biz necə sinəsi dağlı, necə başımız aşağı, qamətimiz bükülmüş bir vəziyyətdə idik. Allah Teala qismət elədi, o müasir insan yaranandan sonra dünyada baş vermiş müharibələrin içində, qazanılmış qələbələrin içində ən şərəfli qələbəni bizim xalq qazandı. Başda Müzəffər Ali Başkomandan olmaqla bütün şəhidlərimizin, qazilərimizin, əskərlərimizin, sıravi əskərdən tutmuş generallarımıza qədər arxa cəbhədə bizlərin hamımız bu amal uğrunda vuruşdu. 5 il bundan əvvəl bu balalarımızın, üzr istəyirəm, çoxu bələkdə idi. 5 il bundan əvvəl. Maşallah olsun. İndi hamısı ana dilimizdə necə səlis, necə mükəmməl danışırlar. Könül xanım dediyi kimi mən də fikir verirdim. Bir dəfə də olsun çaşmaq, dili sürmək, o hallar olmadı. İnşallah bu balalarınızın xeyri üçün görəsiniz. Və mən 4 il yarımda bütün tədbirlərdə deyirəm, əziz analar, əziz valideynlər, ümumiyyətlə bütün xalqımızın nümayəndələri, bizim hamımızın bir nömrəli borcu var. Övlad böyütməkdir, istəyər universitetə, istəyər hər hansı bir sənətə, ailə qurmaq, ev eşiyi sahibi olmaq, bunların hamısı inşallah bütün millətimizə qismət olacaq və o amal uğrunda da bütün valideynlər çalışır. Amma hamımızın bir nömrəli borcu evimizin içində bu böyük qələbəni yaşatmaq, şəhidlərimizin ehtiramın hər gün, hər saat anmaq, o böyük qəhrəmanlığı evimizdə, işimizdə, qonaq gedəndə, nəqliyyatda, hər yerdə bu böyük qələbəni təbliğ eləməliyik. Bu böyük tarixi bir imkandır düşüb əlimizə ki, bu qələbəni biz bir yerdə yaşamışıq. Allah dərgahında olan şəhidlərimizin ruhuna salam olsun. Biz onları anmaq, onların qələbəsini, onların qəhrəmanlığını tərənnüm eləmək, onların Allah dərgahında olan qalib ruhlarını da xoş eləyər. Bayaqdan baxırıq, sizi inandırım ki, onların da ruhu şaddır. Onların nümayəndəsi Könül xan buradadır, Sücan xan buradadır, Hüseyin rəhmətli qaqaşımızın, Fuad rəhmətli qaqaşımızın, onların ruhları baxır, bu öz millətinin uşaqları görür, şad olur. Görün, nə böyük işdir bu, nə gözəl işdir bu. Bu dində də gözəl işdir, dindən kənarda ümumiyyətlə insaniyyətdə gözəl işdir. Var olsun qalib və qəhrəman xalqımız. Sizin hamınız bu uşaqlarınıza nə ki arzu edirsiniz, Allah Teala istədiyiniz vaxtda o arzularınızı çatdırsın. Yolunuz heç vaxt həkimə düşməsin. Həkimə ancaq o hallarda ki, misal üçün, universitetə girmək lazımdır, sağlamlıq kağızı, bu cür vəsiqə almaq lazımdır, qan qrupu, sürücülük vəsiqəsi, o cür sağlamlıq kağızı, o hallarda. Başqa, Allah hamımızın işini avand eləsin, uşaqlarımızın xoşbəxt gələcəyin, bütün millətimizin xoşbəxt gələcəyin hamısını bizlərə qismət eləsin. Bir daha təbrik edirəm sizləri. Əziz valideynlər, əziz müəllimlər, mən burada iki dənə bir nüansı qeyd eləmək istəyirəm, bir hadisəni qeyd eləmək istəyirəm. Birinci müəllimlərimizə təşəkkür edirəm. Çox səviyyəli, çox geniş bir tədbir, hər bir mövzuya toxundunuz.
Çok geniş bir tədbir idi. İkinci, bu tədbiri ərsəyə gəlməsinizdə yəqin ki, bilirsiniz ki, valideynlərin çox böyük rolu var. Valideyn dəstəyi olmadan bu tədbiri bu cür ərsəyə getirmək mümkün deyil. Mən siz valideynlərə təşəkkür edirəm ki, məktəblə bu qədər sıx əlaqəli işləmişsiniz. İkinci bir nüans mən qeyd eləmək istəyirəm müəllimlərimizin birliyi. Bu tədbir getdiyi qədər mən fikir verirdim ki, bir balaca müəllimələr olanda müəllimələrimiz necə heyecan keçirdirdilər. Və sizin bu gözəl kollektivçiliyinizə təşəkkür edirəm. Yenə də deyirəm, çox gözəl tədbir idi. Çox sağ olun. Sən xanım. Gəl Süsən xan, gəl. Uşaqlar, elə çəkdik, uşaqlar düşsünlər. Uşaqlar qalmamızda Çok güzeldi, çok güzeldi. Hayatımda böyle şey olmaz. Sağ olun. Çok sağ olun. Zahidi bakarım. Bir de şöyle çevirin oraya. Şu an zaten büyüğüm. Ben tanıma geldim.